Salamlar. Bugün sizlerle birlikte oldukça derin ve poetik bir metni ikinci dirilişi araştıracağız. Bu, yaradılış, son ve yeniden qayıdış hakkında kosmik bir hekayədir. Gəlin başlayaq. Yaxşı, gəlin birbaşa məsələnin ürəyinə keçək. Baxın, bu cümlə əslində hər şeyin açarıdır. Yaradanın təbiətini, onun xarakterini bir anda ortaya qoyur. O, can almır. O, yalnız və yalnız can verir. Bütün bu hekayənin fəlsəfəsi, inanın ki, məhz bu təməl üzərində qurulub. Deməli, mətn, yaradanın səsindən gələn güclü bəyanatlarla zəngindir. Və diqqət etsəniz, bu səs öz gücünü və varlığını təsdiqləmək üçün davamlı olaraq təkrarlayır, mənəm. Sanki bütün kainata kim olduğunu xatırladır. İlk növbədə o, özünü hər şeyin mütləq başlanğıcı, bütün varlığın yeganə qaynağı kimi təqdim edir. Hər şey ondan başlayır, hər şey ondan can tapır. Sonra iddia daha da güclənir. O, hər şeyi gördüyünü deyir. Yəni, bütün yaradılış, ən kiçik zərrəsinə qədər onun nəzarətindədir, heç nə ondan gizli qala bilməz. Və bu, sadəcə görməklə bitmir. O, həm də bildiyini bəyan edir. Yəni, təkcə görünəni deyil, həm də gizli olanı, qəlblərdəki sirləri, mütləq bir bilikdən söhbət gedir. Və nəhayət, yaradan sadəcə müşahidəçi deyil, həm də aktiv bir qüvvə olduğunu vurğulayır. O, yaratdıqları arasında istədiyi kimi hərəkət etmək, elçilər göndərmək və seçilmişlərə xüsusi səlahiyyətlər vermək gücünə sahibdir. Yaxşı, burada çox məntiqli bir sual ortaya çıxır, elə deyilmi? Əgər yaradan yalnız həyat verirsə, bəs bu dünyada nizamı kim təmin edir? Və daha da önəmlisi, həyatı kim sona çatdırır? Gəlin baxaq, mətn bu vəzifələr üçün hansı vasitəçiləri təqdim edir? Baxın, mətn burada çox kəskin bir sərhəd çəkir. Bir tərəfdə həyatın yeganə mənbəyi olan yaradan var. Digər tərəfdə isə onun seçdiyi bir mələk, Əzrail. Amma bir fərqlə, Əzrail yalnız və yalnız təyin olunmuş vaxt gəldikdə hərəkət edir. Yəni, biri yaradılışın başlanğıcıdır, o biri isə sadəcə təyin edilmiş sonun icraçısı. Aradakı fərq əslində budur. Amma hekayə bununla bitmir, əksinə daha da mürəkkəbləşir. Çünki mətn bu aydın sistemin xaricində fəaliyyət göstərən, olduqca sirri, üçüncü bir fiqurdan da bəhs edir. Bu fiqur Əzrailidir, təsəvvür edin. O, təyin olunmuş vaxtı gözləmir. O, birbaşa zülmə və haqsızlığa qarşı hərəkət etmək, ədaləti dərhal bərpa etmək üçün yaradan tərəfindən xüsusi səlahiyyət almış bir fədakardır. Sanki kosmik nizamın gözlənilməz ədalət qılıncıdır. Bu xüsusiyyətlər onun nə qədər unikal olduğunu göstərir. Əzraəli, qorunan, demək olar ki, dayandırılması mümkün olmayan bir ədalət qüvvəsidir. Və ən əsası, bütün hekayənin sonunda baş verəcək o böyük hadisədə, yəni axırıncı qayıdışda mərkəzi rol oynayır. İndi isə gəldik mətnin əsas mövzusuna, ikinci dirilişə. Maraqlısı budur ki, bu konsepsiya bizə sadəcə bir hadisə kimi deyil, müəyyən kosmik rəqəmlər vasitəsilə açılan bir proses kimi izah edilir. Hər şey 6 rəqəmi ilə başlayır. Bu, təkcə bir rəqəm deyil. Bu, yaradılışın tamamlandığı dövrü, bütün fiziki kainatların təməlini, yəni maddi dünyanın çərçivəsini təmsil edir. Deməli, bu rəqəmlər əslində ruhani bir səyahətin pillələridir. Gəlin baxaq. Birinci pillə, altılıq, yəni maddi dünyanın yaradılışı. Sonra nə olur? Yeddilik mərhələsində ağgeyimlilər adlanan xüsusi, saf bir qrup seçilir. Məhz bu seçilmişlər ikinci dirilişdə yenidən həyata qayıdırlar. Və son məqsəd səkkizliyə, yəni daha uca, daha mənəvi bir dünyaya yüksəlmək. Bu, sanki maddiyyatdan mənəviyyata doğru bir təkamül yol xəritəsidir. Amma ikinci diriliş nə qədər əhəmiyyətli olsa da, bu hələ hekayənin sonu deyil. Əslində, bütün bunlar daha böyük bir hadisəyə, yaradanın böyük sirri olan axırıncı qayıdışa doğru bir hazırlıqdır. Mətn bu dövrü çox gərgin bir sükut anı kimi təsvir edir. Bir anlıq təsəvvür edin, bütün kainat qaranlığa bürünüb və hər kəs, hər şey nəfəsini tutub, yaradanın o son əmrini, son sözünü gözləyir. Və məhz bu kosmik sükutu pozan Nuh peyğəmbər olur. O, son böyük duanı edir və bu dua təbiətdə böyük fəlakətləri tətikləyərək əslində sonun başlanğıcının siqnalını verir. Və sonda, hər şey 3 rəqəmində düyünlənir. Bu, ən böyük sirdir. Bu andır ki,
Yaradan artıq vasitəçilər olmadan dövrü tamamlamaq üçün şəxsən özü müdaxilə edir və Əzrailinin nurunu geri gətirir. Ən təəccüblü məqamsa budur. Hekayə böyük bir partlayışla deyil, tam əksinə, Yaradanın bütün işlərini tamamlayıb, səssiz və sirli bir şəkildə geri çəkiləcəyi vədi ilə sona çatır. Və bu da bizi son bir düşündürücü sualla baş-başa qoyuruq. Əgər Yaradan işini bitirib sükuta çəkilirsə, bəs onun arxasında buraxdığı bu yeni, tamamlanmış kainat necə bir yer olacaq? Bu, həqiqətən də üzərində düşünməyə dəyər.